Hər kəs salamlayıram. Hamı verdiyi sualdır ki, məşqdən sonra nə yeyə bilərəm ən yaxşı. Toyuğun filesi öz yerində dostlar. Toyuğun bu hissəsi başqa bir hissələrini yeyə bilərsən. Deyirlər ki, o hissələri ziyandır. Ona qalsa toyuğun filesi o da elə ziyandır, əgər sən dediyin kimi. Və ondan da əlavə çalışın həmin bud hissəsini, başqa hissələrini sobada qızardanda çalışın dərisi yanmasın. Və toyuğun filesiyle onların arasında nə fərq var? Yağ faizi var. Təbii ki, bədənə yağ lazımdır. Yəni az bir miqdarda. Bir daha söyləyirəm ki, toyuğun misal üçün bud hissəsini 3 ədəd yeyə bilərsən. Vacib deyilsən, haray salıb qaçıb tez toyuğun filesi alıb gələrsən. Yəni sən tam o professional səviyyədə deyilsən. Və elə bir şeylər olduqca insan motivasiyadan düşür və qorxur idmana başlamaq. Ay, file ala bilmərəm, kilosu bahadır və s. Bir gün toyuğun filesini yedim, sabah yəni toyuğun bud hissəsini yeyək. Çünki ondan vacib işlər var dostum. Bir daha söyləyirəm ki, çalışın yeməyinizə fikir verin, depo yaratmayın. Hər kəsə uğurlar.